necə bir yol bizi gözləyir. Steroidi istifadə etdim, yəni bu iynəni vurduğum, əslində bunun preparatları da var, atılırsan. Amma iynə olaraq baxaq, iynəni vurduğum birinci gündən təbii hormonlarım dayanmağa başlayır. Bu təbii hormonlar dayanırsa da bərabərliyində müddət içində geri qaytarmaq daha da çətinləşir. Yarışçı insanı başa düşürəm. İstifadə etdikdən sonra, misal üçün PCT deyilir, post-cycle terapi kimi müəyyən yolları artıq keçid edirlər, müəyyən dərmanlar istifadə etməklə təbii hormonlarını geri qaytarırlar. Amma mənim üçün vacib deyil ki, mən deyək ki, hal-hazırda 70 kiloluq bir şəxsəm və steroid istifadə etdim, 5 ay ərzində oldum 90 kilo. Görünüşümdə dəyişdi. Bu steroidi özüm ömrümün axırına kimi istifadə etməyəcəm ki, buraxdım. Buraxdığım zaman 70 kiloluq halımdan daha da pis vəziyyətə düşürəm, psixologiyam pozulmağa başlayır. Ya onun alqəçisi olacam, onu istifadə etməliyəm. Narkotik kimi bir şeydir. Eynən, tam olaraq. Çünki belə fikirləşək, bir maşın sürürəm hal-hazırda. Mənim sürdüyüm maşın Sportec-dir, Kia Sportec sürürəm.